Salam, hər vaxtınız xeyir olsun, dəyərli müəllim və şagirdlər. Gəlin belə bir isbata baxaq. Deyir ki, isbat edin ki, fx parabolasının qrafiki ilə gx düz xəttinin qrafiki kəsişmir. Ümumiyyətlə, kəsib-kəsişməməyi biz bilmək üçün bu verilən funksiyaları gəlin biz bir-birinə bərabər eləyək. Fx bərabər olsun gx-a. Buradan alıram ki, x kvadratı plus 4x plus 3 bərabərdir. X çıxılsın 1'ə, x kvadratı plus 4x plus 3 çıx x plus 1 bərabər 0 olur. Buradan alıram ki, x kvadratı çıxılsın üstə gəl 3x plus 4 bərabər olur 0'a. Gəlin bunu diskriminantla araşdıraq. Diskriminant bərabərdir 9 çıxılsın 4 4'ün 16 bu eləyir -7. Diskriminant oldu -7. Deməli bu kvadrat tənliyin həqiqi kökü yoxdur. Gəlin indi bu verilən funksiyaların biz qrafiklərini çəkək və qrafiklə də baxaq ki, bunlar həqiqətən də kəsişmir. Deməli burada x kvadratı plus 4x plus 3 fx funksiyası. Gəl bunun qrafikini quraq. Bura y-dir, bura x-dir. Biz bildiyimiz kimi. İndi burada deməli bunun diskriminantını tapası olsan, bunun kökləri ümumiyyətlə nədir? Bunun kökləri -3 və -1-dir. Bax, bura -1-dir, bura -3-dür. -3-dür. Və bu y-i də harda kəsir? 3-də. Y-i də kəsir, bax, 3-də. Deməli bu funksiyanın fx funksiyasının qrafiki bax bu şəkildədir. Bu olur fx funksiyası. Gəlin indi bir də gx funksiyasını quraq. X çıx 1. X çıx 1 funksiyası da bax bu şəkildədir. Bax belə. Bu da gx funksiyasıdır. Bura nədir? Bura 1'dir. Bura -1'dir. İndi burada da həqiqətən qrafikdən də görürük ki, bu fx funksiyası fx, bu da ki gx düz xəttdir. Bunlar görürük ki, kəsişmir. Həqiqətən də bunlar bu parabola ilə düz xəttin qrafiki kəsişmir. Bu da isbat olunmuş oldu.